Ümumiyyətlə, mnemonika, yəni yaddaş elmi iki əsas amil üzərində qurulub. Birincisi əlaqələndirmə, ikincisi yaddaş sarayı. Əlaqələndirmə nədir? Biz bir məlumatı hansısa məlumatla əlaqəli şəkildə yadda saxlayırıq. Mən sənə desəm Madrid, sən ağlına yəqin ki, Cristiano Ronaldo, Real Madrid klubu, Madriddə olmusansa oradakı hansısa xatirələr və digər faktorlar gələcək. Yəni görürsən bunlar bir-birinə əlaqəlidir. Ümumiyyətlə insan beyni bir məlumatı tək halda görə bilmir. Onu hansısa məlumatla əlaqəli görür. Yəni olur ki, bəzən evdə oturmusan, hamının əhvalı yaxşıdır. Birdən bir qəmli mahnı gəldi, birdən hamının əhvalı dəyişdi. Xatirələrə qayıtdıq. Nə vaxtsa hansısa hadisənin olduğunu dediyi üçün ki, bunlar bir-birinə əlaqəlidir. Yəni beynimiz bizə necə işlədiyini özü deyir. İkincisi isə yaddaş sarayı texnikası. Mən sənə desəm ki, bir obyekt düşün, bu bir maşın ola bilər və ya heyvan və s. Sən onu ayrılıqda görmürsən, hardasa görürsən. Məsələn, mən indi öz maşınım barədə düşünmək istəsəm, mən onu asfaltın üzərində və parkinq yerində təsəvvür edə bilirəm. Yəni onu ayrıca görmək olmur. İnsan beyni bir məlumatı hardasa görməyi xoşlayır. Onun funksiyası budur. Nəinki xoşlayır, ancaq belə işləyir. Ona görə də bu yaddaş sarayı texnikası məhz bu amil üzərində qurulub ki, biz bir məlumatı harasa qoymalıyıq.